Salam, hər vaxtınız xeyirli olsun. Bugün istəyirəm ki, demək biz şəxsi kabinetimizdə nəyi öyrənə bilərik? Bir neçənci VIP olduğumuzu göstərəcəm sizə ki, yəni 100 balla gedən məsləhətçilər neçənci VIP olduqlarını hardan görə bilərlər və bir də öz məsləhətçilərinin addım hədiyyələrinə hardan baxa bilərik ki, onlar neçənci addımdadılar. Gəlin, demək Google-dan faberlik.com şəxsi kabinet sözünü yazırıq, daxil oluruq. Burada gördüyünüz kimi liçini kabinet sözü yazılır. Daxil oluruq şəxsi kabinetimizə və burada adam işarəsinin üzərinə vuranda əgər açılmırsa heç bir şey, yəni boş xana açılırsa, demək ki biz orada 9 rəqəmli kodumuzu və açarımızı yazıb öz şəxsi kabinetimizə daxil olmalıyıq. Buradan gəlirik şəxsi kabinet sözü yazılıb gördüyünüz kimi burada yuxarıda şəxsi kabinetə daxil olaq və aşağıya gəlirik. Burada həmçinin biz drive iştirakçısı olduğumuza görə göstərir. Burada isə bizim 26% endirimlə, yəni VIP məsləhətçiyi 100 balından gedirik və məhsulları 26% endirimdən əldə edirik. Gəlirik aşağıya qədər. Aşağıya düşdükdə görünür burada bizim neçənci VIP olduğumuzu, baxın burada görə bilirik. Biz əvvəlcə deyəlim ki 3 dəfə ardıcıl olaraq əgər 100 balımızı tamamlayırıqsa bu xana dolur. Ondan sonra artıq 9 dəfə tamamlayırıqsa gəlib bu xana dolur, sonra 18 dəfə və nəhayət 50-yə qədər. Baxın bu gümüş VIP-dir. Adından gördüyün kimi burada yazıb gümüş VIP və gümüşü rəngdədir. Bura isə dolmağına tam 4 dövr qalıbdır. Yəni 4 dəfə ardıcıl tamamladıqda artıq 50 VIP oluruq ki, 50 dövr ardarda biz 100 balımızı tamamlamış oluruq. Beləcə bundan sonra da gümüş, qızıl, brilyant, beləcə bütün VIP-lər hamısı dolur. Bildiyimiz kimi 200 VIP-imizi tamamladıqda biz qızıl, demək brilyant qaşlı qızıl saat hədiyyə edir şirkət bizə. Bura qədər demək bunu bildik ki, artıq biz neçənci VIP olduğumuzu hardan görə bilərik onu bildik. Gəlin isə keçək şəxsi kabinetimizə. Orada məsləhətçiləri yəni göstərim, necə baxa bilirik biz məsləhətçilərimizə. Burada yenə adam işarəsinin üzərinə vuranda açıldı. Bizim demək hesabatlar bölümünə gəlirik. Hesabatlar bölümündə burada marketing üzrə hesabatlar var. Onun üzərinə vururuq və burada gördüyünüz kimi start proqramı üzərində hesabat, yəni addım hədiyyələrimiz deməkdir. Şəxsi qrup üzrə hesabata baxırıq ki, görək kimləri. Baxın, bu dövrdə yox, keçən dövrdən baxaraq ki, yəni görək bu dövrdə kimin addım hədiyyəsi var. Buna görə də mütləq bura daxil oluruq və bu bir dövr öncəni seçirik və gəlirik burada baxmaq sözünə. Açılsın, demək səhifə açılanda artıq bizim məsləhətçilərin neçənci addımda olduqlarını, baxın yaxınlaşdırım. Burada görürsünüz, həmin bu məsləhətçi məsələn 3-cü addım hədiyyəsindədir. Artıq bu kataloqda 3-cü addım hədiyyəsini götürəcək. Sonra burada 1-ci addım, 4-cü addım və burada gördüyünüz kimi yazılıb növbəti dövrdə bərpa ola bilər. Bu nə deməkdir? Yəni keçən dövrdə məsləhətçi öz addım hədiyyəsini götürməyib, yəni qırıb addım hədiyyəsini. Artıq bu dövrdə isə onu bərpa edə bilər. Əgər bu dövrdə də onu bərpa etməsə, artıq növbəti dövrdən o addım hədiyyəsi qırılacaq və heç bir addım hədiyyəsini götürməyəcək. Bu dövrdə necə bərpa edə bilər? Əgər keçən kataloq dövründə məsləhətçi 55 manatlıq səbətə məhsul əlavə etməyibsə, tutalım ki 54 manatlıq məhsul əlavə edib, buradan da artıq addımı qırılır. Bu dövrdə isə o 110 manatlıq səbətə məhsul əlavə etdiyi zaman onun demək bu kataloq dövründə alış-veriş edir və növbəti dövrdə artıq harda qalıbsa addım hədiyyəsi harda qırılıbsa, tutaq ki ikincidən qırılıb, üçüncüdən qırılıb, artıq oradan bərpa olunur və öz addım hədiyyələrini əldə etmiş olur və təbii ki bu da bu qədər deyil, çünki burada siyahı var və ikinci siyahıya da keçid edib yenə varsa məsləhətçilər baxa bilərsiniz buradan da. Burada isə görə bilirik biz bu dövrümüzü və bundan öncəki, baxın keçmiş dövr, cari dövrü də görürük və keçmiş dövrümüzdə də baxa bilirik ki bizim şəxsi kabinetimiz nə qədərdir. Burada isə bizim direktor, böyük direktor, gümüş direktor, beləcə pillələrimiz görünür ki hansı pillədə olduqda, hansı rütbəni açdıqda artıq görünür burada. Bu qədər. Burada da bütün məlumatları, yəni xəbərləri oxuya bilərsiniz. Təbii ki, şəxsi kabinetə daxil olanda. Burada bütün hər bir şeyi şirkət özü məlumat verir ki, biz hər bir şeyi öyrənə bilirik. Baxın, yeni alıcılar üçün aksiya nədir, ona baxırıq. Sonra bütün hər bir şey burada var. Yəni istədiyiniz vaxt burada girib oxuya bilərsiniz və bütün hər bir şeydən də məlumatınız ola bilər. Bu qədər.